Salamlar dostlar, mən bu günlərim GTA San Andreas endirilmə qaydası videosu ilə gəlmişəm. Burada biraz sürək, modu görün, sonra yükləməyə keçərik. Yəni belədir, alovlar zat dəyişilib, GTA Baku modudur, yəni San Andreas'in. BMW var, nə bilim, 06 Niva zat, hamısı var, rəng dəyişdirmək dəyişib filan, belə oyundur. Yəni sizə göstərirəm ki, indirin, siz də faydalanın, oynayın, yaxşı oyundur. Burada sürək biraz. Nivada zor 2 təkər ayar var, yəni o deyil. Nivada yəni 20 saniyə 2 təkər rekorum var. Sürə getmək. Yəni, belədir. Zordur, asfalt filan dəyişik. Baku kimi. Artıq xəritə də dəyişib, arta gedəcək də belə. Bir də görsək GTA 5-ə döndərirlər bu oyunu. Nəysə, belə işlər. Siz biraz baxın. Mən də bura səs ekləyəcəm, mahnı. Qulaq asarsa baxın. Sonra da yükləmə qaydasına keçərik. Biraz vaxt. Bir dəqiqə filan baxın buna. Nətərdir görün. Donmasına filan fikir verməyin. Qeyddə olduğuna görə belə ola bilər. Oyunla qeyd bir yerdə açılıb, ona görə. Yəni kalitəsi azdır. Bəlkə dəstək olsanız gələcəkdə daha yaxşı qrafikalarla qarşınıza gələrəm. Sağ olun, var olun. Baxın siz də videoya. Sonra keçək oyunun qaydasına. Hə dostlar, oyun yaxşı olduğunu məncə fikirləşirəm. Siz də yorumlarınızı bildirərsiniz. Məncə yaxşı oyundur. Yəni indi də yükləmə qaydasına keçək. Keçdik. Salam aleyküm dostlar. Bugün sizlere GTA Bakı Android Azərbaycan modu, Türkçe APK, Türk dilində APK yəni mod menü və 2025 grafik modunu bugün necə yükləyə bilərsiniz, necə quraşdıra bilərsiniz onu göstərəcəm. Videoya keçməzdən əvvəl mənə dəstək olan hər kəsə ürəkdən təşəkkür edirəm ki, kömək eləyirsiniz, dəstək olursunuz, videolarımı paylaşırsınız və dəstək olan hər kəsdən Allah canını sağ eləsin. Və digər yerdə qalanı kimi ki, təzəcə yükləmək istəyən qardaşlara demək istəyirəm ki, qardaşlar bu videonu sona qədər diqqətlə izləyin. Yəni çox adam OBB-ni yükləmir, datanı yükləmir, APK-nı düzəməlli yükləmir, gəlir dolur. İnanın ki, TikTokda o qədər mesaj gəlir ki, mən bilmirəm hansına cavab verim. Hamısı da eyni problemdir. 99%-i OBB-ni atmır. Baxın qardaşlar, bu APK-dır, datadır, OBB-dir. Bunların hamısı yüklənməlidir, quraşdırılmalıdır ki, oyun açılsın. Buna görə də bu videonu sona qədər diqqətlə izləyin. Və indi necə yükləyə bilərsiniz, quraşdıra bilərsiniz onu göstərirəm. Başlayaq videomuza. İlk öncə açıram mən Google Chrome'u. Açırsınız Google Chrome'u. Burada axtarış yerinə tıklayırsınız, yazırsınız Rüzü Hacks. Baxın mən yazdığım kimi. Bunu verirsiniz axtarışa. Göz başda bir sayt çıxdı. 3w.rüzuhaq.net. Bunu da üzərində basırsınız. Baxın burada en başda Rüzuhaq mobil app yazdı. Bu mənim proqramımdır. Bunun içində oyun çoxdur. Burada bax 1, 2, 3, 4, 5, hal-hazırda 6, 7 dənə modumuz var. Bu en başdakı heç. Bu təkcə APK-dan ibarətdir. Təkcə APK-dır. Amma digərlərinin hamısının quraşdırılma qaydası eynidir. Yəni fərqi yoxdur. İstər bunu yükləyin, istər məsələn GTA Bakı Android bütün telefonlar üçün. İstər bunu yükləyin və yaxud da ki GTA Bakı Android 2023. İstərsə də bunu yükləyin. Bu GTA Bakı Android 2023 bəzi telefonlarda açmır. Yəni onun teksturasında problemi olduğuna görə, yəni o telefona görə daha, yəni oyuna görə deyil. Yəni o həmən teksturaya görə, üzərində bayraq olduğuna görə, nömrə olduğuna görə telefon onu oxumur. Başa düşürsünüz belə loreldə desək. Amma məsələn GTA Bakı Avtoşistayı 2025-i yükləyə bilərsiniz. Bütün telefonlar üçün olanı yükləyə bilərsiniz. Need for Speed modunu yükləyə bilərsiniz. Məsələn GTA 5 Lite modunu yükləyə bilərsiniz. Məsələn mən sizə bu günlərim ən yeni modumuzu göstərəcəm. Məsələn GTA Bakı Android 2025 grafik mod. Yenə deyirəm abi, bütün modların quraşdırılma qaydası eynidir. Yəni burada bunu mən necə eləyirəmsə, bunların da hamısının yüklənmə, quraşdırılma qaydası eynidir. Basırsınız bunun üzərinə.
Baxın burada, bax burada diqqət, key sistemi əl qatan, key sistemini qırmaq istəyən. Bax bu yazdığım bu qısa mesaj hər kəsə aiddir. Yəni bu heç kəsin fərqi yoxdur. Hər kəsə aiddir bu mesaj. Baxın burada düşürsüz aşağı gözü yazıb Dovland APK. Bu animasyon Dovland sözünün üzərində basırsınız. Baxın bax buradan düşürsüz aşağı, bax görürsüz Dovland APK Android 15, 14, 13. Buradan da animasyon yenə üzərində basırsınız. Baxın görürsüz gəldi. Bax bu göy yerə tıklayırsınız, bax bu göy yerə basırsınız. APK-nı yükləyirsiniz telefonunuza. Mən də bir kere olduğuna göre ikinci dəfə yükləməyəcəm. Çıxırsınız geri. Bir də. Düşürsünüz aşağı. Bax Dovland data eynən onda eyni qayda ilə yüklüyorsunuz. Baxın bu göy yerə tıklayırsınız. Bunu da yüklüyorsunuz telefona. Çıxırsınız geri. Düşürsünüz OBB-yə. Bax bunu da yenə eyni zamanda Dovland OBB-yə bura bastınız. Getasa OBB. Bax bunu da telefonunuza yüklüyorsunuz. Çıxırsınız geriyə. Buradan istəsəz Telegram kanalıma da qatıla bilərsiniz. Yəni hansısa probleminiz varsa, oyunu qura bilmirsinizsə, çətinlik çəkirsinizsə, girib buradan, yəni burada yaza bilərsiniz. Dərdinizi, sərvinizi mümkün qədər cavablandırmağa və kömək etməyə çalışaram. Və son olaraq da ziyarət veri yüklüyorsunuz. Yenə bunu da mən bir dəfə yüklədiyimə görə ikinci dəfə yükləməyəcəm. Yüklədikdən sonra aç düyməsini basırsınız. Burada lazım olan icazələr verəndən sonra, qoy mən bunu da buradan tamiz qaldırım ki, qatma qarışıqlıq olmasın. Baxın, açılandan sonra, bu lazım olan icazəni verəndən sonra düşürsünüz aşağıya. Bax, görürsünüz burada Dovland var. Bax, Dovlandın üzərine basırsınız. Bax, yüklədiyimiz həm data, həm OBB, həm də APK. Üçü də buradadır. Birinci APK-nı quraşdırırsınız. Bax, üzərine basırsınız, indirə basırsınız. Buradan yükləyə basırsınız. Gözlüksüz APK yüklənsin. Bu, bəzi adamlar yazır ki, APK, bax, göz bu uygulama Android eski sürümünə aiddir. Bu eski sürüm ola bilər, amma Android 15'e qədər bütün telefonlarda işləyir. Və burada görürsünüz yazıbdır digər ayrıntılar. Bu digər ayrıntılara tıklayırsınız və yenə də yükləyin. Onun üzərine basırsınız və icazəni verirsiniz. APK-nı yüklüyorsunuz telefonunuza. APK yüklənəndən sonra bir dəfə giriş eləməlisiniz. İstəsəniz buradan giriş eləyə bilərsiniz, fərqi yoxdur. İstəsəniz də menyudan giriş eləyə bilərsiniz, fərqi yoxdur. Bax, buradan girdiniz. Baxın, bu belə bir ekran sizi qarşılayacaq. Burada How to get key var. Əgər ki key ala bilməsəniz, How to get key basıb videonu izləyib key ala bilərsiniz. Bax, buradan get key basırsınız. Sizi belə bir səhifə qarşılayacaqdır. Bax, burada düşürsünüz aşağı, görürsünüz yazıb get key. Bunu da üzərine basırsınız. Geri. Baxın, yenə bir təkrar basırsınız, gözlüyorsunuz. Təzədən continue'ya basırsınız. Burada yenə eyni şey, get key'e basırsınız. Burada 5 saniye gözlüyorsunuz. Continue'ya basırsınız. Bax, gördünüz key gəldi. Bunun üzerine basıp saxlayırsınız. Bax, buradan key'i kopyalayırsınız. Qaydırsınız geri. Bunu buradan təmiz silirsiniz. Bunu yapıştırırsınız bura. Bax, üzerine basıp saxlayırsınız. Buradan yapıştıra basırsınız. Baxın, bu key sistemi 8 saatdan bir dəyişir. 4 ilə 8 saat arası. Belə izah edeyim də. Məsəl üçün, sən bura key yapıştırandan sonra 8 saat və yaxud da 4 saat başlamır. Yəni bu sistem özü, məsəl üçün, günün deyək ki, 24 saatının, məsələn 5 saatından biri özü avtomatik dəyişir. Məsələn, siz saat 4-də key götürmüşsünüzsə, məsələn saat 5-də key dəyişə bilər. Yəni 1 saat sonra key dəyişə bilər. Yəni o demək deyil ki, mən key alıb bura yapışdırmışam kodu, bu 5 saat oynamalıyam. Xeyr, yəni elə bir şey yoxdur. Bu özü avtomatik olaraq dəyişir. Bu avro yapışdırandan sonra login düyməsinə basırsınız. Görürsünüz, bax burada gəldi. Open setting'e basırsınız. Buradan GTA'nı tapırsınız, və buradan digər uygulama üzərində göstərmə, bunu aktivləşdirirsiniz. Baxın, bu bəzi telefonlarda bunu aktivləşdirmək mümkün olmur. Bunu aktivləşdirmək üçün girirsiniz ayarlara, oradan tədbiqlər bölümünə keçirsiniz və GTA'ya girirsiniz. Orada məsələn hər telefonda müxtəlifdir də. Orada bu digər uygulama üzərində göstərməyə icazə verməlisiniz ki, bunu aça biləsiniz, yoxsa aça bilməyəcəksiniz. Bunun icazəsini verəndən sonra çıxırsınız geriyə. Bir də geri. Buradan yine OK'ye basırsınız. Buradan yine icazə verirsiniz. Çıxırsınız geri. Bundan sonra şu login'e basırsınız. Gözlüyorsunuz. Burada bir 2 saniye gözləyəcək sizi. Bakın buradan da icazəni verirsiniz. İzin verildi.
İşte burada bak öz avtomatik exit game verdi. Buradan basırsınız, çıxırsınız oyundan çölə. Buradan qayıdırsınız geri, girirsiniz təzədən ziyarxı verə. Ziyarxı verə girəndən sonra görürsünüz burada bax yazılıbdır. Getasa OBB. Bunun üzerine basırsınız. Burada görürsünüz görüntüler var. Görüntüləyə basırsınız. Göz bak com.rokusa games.getasa. Bunun üzerine basıp saxlayırsınız. Aşağıda göz yazılıbdır. Kopyala. Bu kopyalaya da basırsınız. Burada göz ox işarəsi var. Qabağında da 2 dənə nöqtə. Bax buna basırsınız, çıxırsınız geri. Qalxırsınız yuxarı. Görürsünüz bax burada yazılıbdır. Android Unprotect. Android yox ha. Bax Android Unprotect. Android Unprotect'in üzerine basırsınız. Buradan göz bax 2 dənə seçenek var. Data OBB. Buradan OBB'ni seçirsiniz. Burada sağ tarafta görürsünüz yapıştır düyməsi var. Aposto adı görsənmir, özü görsənir. Bax bunun üzerine basırsınız. Gözlüksünüz ki OBB tam olarak bura kopyalansın. Bəzi hallarda mesela OBB'ni yüklüyorsunuz. OBB 2 mesela 2.46 GB olur. Mesela siz yükləyəndə mesela 1.76 zad olur. Bunun üzerine basanda OBB gözü zədələnmiş fail. Bu telefon yaddaşında yer olmayanda və yaxud da ki internetdə problem olanda belə hallar baş verir. Yəni onlara diqqət eləyin. Və yaxud da ki yazılır ki problemlə kopyalandı. Belə olanda telefon yaddaşında yer olmur. Yəni bunlara nəzarət eləyin. Baxın ki siz ora yüklənəndə tam yüklənsin. Yəni bu kopyalanma işi tam geçsin. Baxın bax arxiv başarıyla çıxarıldı, yazıldı. Bax bu kopyalanandan sonra çıxırsınız geri, bir də geri. Düşürsünüz təzədən yenə gedirsiniz Download bölməsinə. Bax görürsünüz GTA Baku 2025 qrafik mod. Bunun da üzerine basırsınız. Yeni təzədən görüntüləyə basırsınız. Bir də təzədən papkanın üzerine basırsınız. Burada yazıb com.rokusa games.getasa. Bunun üzerine basıp saxlayırsınız. Yine aşağıdan kopyalaya basırsınız. Çıxırsınız geriyə. Yine bayaq kimi ox işarəsinin qabağına 2 nöqtə bastınız. Qalxdınız yuxarı Android Unprotect. Bastınız. Buradan da dataya bastınız. Buradan sağ taraftan yine yapıştır düğmesine bastınız. Böyle bir səhifə gələcəkdir. Dosyanın üzerine yazılsın mı? Bak göz burada yazıb tüm dosyaları uygula bak bu. Bu quşunu türkün mesela buradan aktiv eləyirsiniz. Buradan da dəyişdirə basırsınız. Gözlüksüz bu da tam olarak bura kopyalansın. Baxın, bax arşiv başarıyla çıxarıldı. Bu da bura çıxarılandan sonra qayıdırsınız menyuya, girirsiniz təzədən oyuna. Buradan basdınız üzerine, buradan login'e bastınız, gözlüyorsunuz. Buradan offline'e bastınız. Ha dostlar bura kadar idi. Oradan offline'e basırsınız, oyuna başlayırsınız. Maşınların kodlarını da bilenler yoruma yazsın. Bilmeyenler de yazsın. Ben diyeceğim maşınların kodlarını. Ya bu kadar idi. Asad.